2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan 126 milyon 620 min dollar dəyərində 90.437 ton pambıq lifi ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 26 milyon 381 min dollar və ya 26,3%, həcm baxımından isə 20.895 ton və ya 30% çoxdur. Hesabat dövründə pambıq lifinin ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,7%-ni təşkil edib. 6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon dollar dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1% çoxdur. Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon dollar, ixracın 8 milyard 341 milyon dollar isə idxalın payına düşüb. Son bir ildə ixrac 26,7% artıb, idxal isə 27,6% azalıb.